Salam, hər vaxtınız xeyir olsun. 25 may blok imtahanına düşən belə bir sualın izahına baxırıq. Deyirlər bizə fx bərabərdir x kvadrat çıxılsın 2x plus 1 funksiyasının artma aralığını tapın. Artma aralığını tapmaq üçün funksiyanın törəməsini sıfırdan böyükdür bərabər deyilib həll eləyərik. Deməli, nə olacaq? F törəmə x böyükdür bərabərdir 0. Buradan da bunun törəməsini tapsaq, deməli x-in kvadrat çıxılsın 2x plus 1-in törəməsi böyükdür bərabərdir 0. X-in kvadratının tərəməsi elədi 2x çıxılsın 2 plus 1-in tərəməsi 0-dır. Bir də yazmıram. Böyükdür bərabər 0. 2-ni atıram sağ tərəfə. Alınır 2x böyükdür bərabərdir 2-dən. Buradan da alınır ki x böyükdür bərabərdir 1-dən. Olur x daxildir 1-dən müsbət sonsuzluğa doğru. Bu da olur y bəndi. Bu sualın izahı bu qədər. Sağ olun.